Alimlər xəbərdarlıq edirlər, fəsillər tamamilə dəyişə bilər. Belə ki, son vaxtlar Azərbaycan, eləcə də digər ölkələrdə payız və yaz hiss olunmur. Havaya qəfil isinir ya da birdən-birə soyuyur. Bəs bu hadisəyə səbəb nədir? Today Press TV-nin araşdırmasına görə ən əsas səbəb iqlim dəyişməsidir. Qlobal istiləşmə nəticəsində yer kürəsinin orta temperaturu artır. Bu isə fəsillərin əvvəlki kimi sabit və yumşaq keçməsinə mane olur. Zavodlar, avtomobillər və enerji istehsalı zamanı havaya çoxlu zərərli qazlar buraxılır. Bu qazlar istixana effekti yaradır. Yəni yer kürəsinin ətrafında görünməz bir örtüyə əmələ gəlir. Nəticədə istilik çölə çıxa bilmir və planet getdikcə daha çox isinməyə başlayır. Digər tərəfdən meşələrin qırılması da böyük rol oynayır. Ağaclar havanı təmizləyir və temperaturu tarazlayır. Amma meşələr azaldıkca bu təbii balans pozulur. Bu da hava şəraitinin daha dəyişkən və sərt olmasına səbəb olur. Azərbaycanda da bu təsirlər açıq şəkildə görünür. Qış uzun və şaxtalı, yay isə qısa və isti olur. Alimlərin fikrincə bu proses belə davam edərsə, gələcəkdə fəsillər daha da fərqli ola bilər. Bu da bəzi ölkələrdə əbədi qar dövrünün başlanmasına gətirib çıxaracaq.